Rho bərabərdir m bölünsün v-dir. Bizdə x-in sıxlığı məlumdur. X-in sıxlığı bərabərdir, yəni x-in rhosu bərabərdir 0.8-ə. 0.8 x milisi qarşı 50 milli x. Deməli x-in v-si də 50 millidir. Vəssalam, biz indi buradan x-in kütləsini tapacağıq. Yəni 0.8 bərabərdir m bölünsün 50-yə. Biz də burada m-i tapsaq, m də 0.8-i 50-yə vuranda, bu da haradasa 40 eləyir. Deməli, x-in kütləsi 40-dır. X-in kütləsini tapdıq artıq. İndi bizə deyir ki, 50 milli x və 150 milli y-dən ibarət qarşığın sıxlığı 0,95 qram bölünsün millidir. Yəni, ümumi qarşığın sıxlığı 0,95 qram bölünsün millidir. Deməli, nədir? 50 milli x-dir, 150 milli y-dir. Bunların ümumi həcmi nə qədər eləyir? 200. Yəni, rho bərabərdir. Yenə də m bölünsün v düsturundan istifadə edərək ümumi qarşığın kütləsini tapırıq. Yəni, sıxlığı 0,95 deyil, 0,95 bərabərdir. M-i bilmirəm, 50 x-i plus 150 də y-dir. Bu da ümumi 200 elədir. Buradan da m-i tapsaq, 200 vuracaq 0,95-ə. Bu da haradasa eləyir 190. Deməli, bizim qarışığın ümumi kütləsi 190-dır. Bu 190-ın 40-ı da x-dır da. Deməli, 150-si də y olacaq da. Yəni, y-i tapmaq üçün bu ümumi kütlədən x-i çıxaram, taparam y-in kütləsini. Y nə qədər oldu? 150. Deməli, y-in kütləsi olacaq 150, x-in kütləsi olacaq 140. İndi bizdən nə istəyir? Bizdən b-ni hesablamağımız istəyir. Yəni, x mayəsinin sıxlığı b qram bölünsün milli olan y mayəsi ilə homogen qarışır. Yəni, y-in burada həcmini tapacağıq da. X mayəsi sıxlığı, y-in sıxlığını tapacağıq. X mayəsi sıxlığı b qram bölünsün milli olan y mayəsi ilə homogen qarışır. Burada deyir ki, b-ni hesablayın. Və salam, mənim artıq kütləm məlum. Yenə də rho bərabərdir m bölünsün v. Y-in kütləsi nə qədər oldu? 150. 150 y-in kütləsi oldu. Y-in həcmi nə qədər idi? Burada görsədib məsələdə. 150 də budur. Və salam, deməli y-in sıxlığı 1 olacaqdır. Elə. Deməli, bizim cavabımız elə 1-dir. Məsələmizin cavabı. Yenə də uşaqlar, nə aydın olmasa, nə qaranlıq qalsa, şərh bölməsinə yazarsınız, izahını verərik. Çox sağ olun, təşəkkür edirəm.